Salam, hörmətli müəllimlər. Bugün mən sizə kurikulum nədir haqqında məlumat verəcəm. Deməli, kurikulum bir təhsil proqramıdır. Kurikulum təhsil proqramıdır. Kurikulum nədir? Kurikulum bir təhsil proqramıdır və Azərbaycanda 2008-ci ildən tətbiq edilməyə başlanılmışdır. Və kurikulum təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün sənədləri özündə əks etdirən bir konseptual sənəddir. Deməli, kurikulum nədir? Kurikulum təhsilin məzmunu, təşkili, qiymətləndirilməsi ilə bağlı bütün məsələləri özündə əks etdirən konseptual sənəddir. Deməli, konseptual nədir? Konseptual odur ki, yəni kurikulum dəyişən bir proqramdır. Kurikulum sabit proqram deyil. Yenilənən, dəyişən, konseptual sözün mənası odur. Baxırıq, dedik təhsilin məzmunu. Baxaq, məzmunu, təşkili və qiymətləndirilməsi. Deməli, təşkili məzmunu dedikdə şagird nəyi öyrənəcəyi, şagirdin öyrəndiyi, nəyi öyrənəcək belə deyək. Təşkili dedikdə dərsin necə qurulacağı, yəni şagird, təşkili dedikdə şagird yəni mövzunu necə öyrənəcək? Müəllim şagirdə mövzunu hansı şəkildə keçəcək, hansı iş formasından, hansı iş üsulundan istifadə edəcək, artıq bu təşkili mərhələsinə aiddir və qiymətləndirilməsi ilə bağlı dedikdə isə artıq burada şagirdin nailiyyət səviyyəsinə qoyulan dövlət tələbidir ki, qiymətləndirmə artıq burada şagirdin nailiyyəti qiymətləndirilir. Nailiyyət səviyyəsinin qiymətləndirilməsi. Və s. Deməli, kurikulum nə oldu? Kurikulum bir təhsil proqramıdır. Kurikulum təhsilin məzmunu, təşkili, qiymətləndirilməsi ilə bağlı bütün məsələləri özündə əks etdirən konseptual sənəddir. Konseptual nə deməkdir? Yəni, yenilənən, dəyişən deməkdir. Yəni, kurikulum sabit proqram deyil, dəyişən bir proqramdır. Və dedik ki, kurikulumun təhsilin məzmunudur. Məzmunu dedikdə nə? Yəni, şagird nəyi öyrənəcək? Təşkili mərhələsində isə şagirdə necə öyrədiləcək? Yəni, dərs necə qurulacaq? Necə təşkil ediləcəkdir? Hansı iş forması, hansı iş üsulundan istifadə ediləcək? Və sonda şagirdin nailiyyət səviyyəsinin qiymətləndirilməsi mərhələsidir ki, bu zaman şagird necə qiymətləndiriləcək? Müəllimlər, bildiyimiz kimi təhsil ölkənin davamlı inkişafı, iqtisadi artımını təmin edən əsas faktorlardandır. Yəni, belə deyək ki, təhsil insana həm tənqidi, həm yaradıcı düşüncəni, həm ümumi milli bəşəri dəyərləri şagirddə formalaşdırır. Yəni, şagird təhsil müddəti ərzində, yəni 11 il ərzində təhsil aldığı zaman bütün minimal biliklərə, bacarıqlara yiyələnməlidir. Və hörmətli müəllimlər, biz dedik ki, kurikulum dəyişən və yenilənən bir proqramdır və bunu tərtib edənlər, buna dəyişikliklər edənlər bir sıra suallara cavab axtarmağa başlamışlar. Baxaq görək bu suallar hansılardır? Deməli, hansı bilik və bacarıq, dəyərlər kurikulumda öz əksini tapmalıdır? Bu bilik, bacarıq, dəyərlər, kompetensiyalar şagirdlərdə, gənclərdə hansı lazımı həyatı bacarıqları formalaşdıracaq və öyrənmə prosesini şagirdlər üçün necə uyğun və maraqlı edə bilərik? Qiymətləndirmə daha məhsuldar və effektiv necə edilə bilər?
Gəlin biz mövzunun lap əvvəlinə qayıdaq. Biz əvvəldə dedik ki, kurikulum təhsilin məzmunudur, təşkilidir və qiymətləndirilməsidir. Bu kimi məsələləri özündə əks etdirir. Deməli, bu suallar da həmin ona əsaslanır. Nə mənada? Misal üçün, məzmunda biz dedik ki, şagird nəyi öyrənəcək? Deməli, bunlar məzmun bölməsinə aid edilir. Yəni, hansı bilik, bacarıq, dəyərlər, bunlar hamısı şagirddə formalaşacaqmı? Yəni, bunlar artıq şagirdin öyrəniləcəyi məzmun hissəsinə aiddir. Amma öyrənmə prosesini şagirdlər üçün necə təşkil edəcək? Və dedik ki, məzmunu və təşkili artıq bu təşkili proqramına, təşkili mərhələsinə aid olacaq. Təşkil və qiymətləndirmə daha məhsuldar və effektiv necə edilə bilər? Bu artıq bizim qiymətləndirmə mərhələsinə aid olacaqdır. Deməli, məzmun, təşkil və qiymətləndirmə. Görürsünüz, hamısı bir-biri ilə uzlaşır. Deməli, kurikulum nədir? Təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün məsələləri özündə əks etdirir. Məzmun mərhələsində şagirdə nəyi öyrədiləcək? Təşkil mərhələsində şagirdə öyrədiləcək məzmun hansı şəkildə öyrədiləcək? Dərs necə qurulacaq? Hansı iş bulması, hansı iş üsulundan istifadə ediləcək? Və qiymətləndirilmə mərhələsində isə artıq burada şagirdin nailiyyəti dəyərləndiriləcək, qiymətləndiriləcəkdir və s. Və kurikulumu belə deyək, keyfiyyətli edən əsas məsələlər var ki, baxaq görək bunlar hansılardır? Bəs baxaq görək, kurikulumun keyfiyyət standartları dedikdə, yəni kurikulum bir təhsil proqramıdır dedik. Təhsil proqramının keyfiyyət standartları hansılardır? Kurikulum praktik olmalıdır. Praktik. Kurikulum effektiv olmalıdır. Kurikulum davamlı olmalıdır. Və kurikulum aktual olmalıdır. Bunlar kurikulum keyfiyyət göstəriciləridir və baş hərfləri ilə bunları yadımızda açar söz kimi saxlaya bilərik ki, pedal sözündən yadımızda saxlaya bilərik. Deməli, kurikulumun keyfiyyət göstəriciləri hansılar oldu? Kurikulumun praktik olması, kurikulumun effektiv olması, kurikulumun davamlı olması və kurikulumun aktual olması. Aktual olması üçün kurikulum davamlı olmalıdır. Misal üçün biz deyirik ki, ənənəvi təhsildə deyirdik ki, müəllim ön planda olurdu, müəllim nə desə o olurdu, müəllim dərsi necə keçsə şagird ona tabe olmalıydı, şagird müəllimdən asılı idi. Amma yeni kurikulum sistemində biz deyirik ki, təhsil şagird yönümlüdür. Yəni, şagird ön plandadır. Şagirdin marağına, tələbatlarına uyğun kurikulum qurulmalıdır. Və şagird, misal üçün biz deyirik ki, kurikulum həm praktik olmalıdır, yəni praktikli olmalıdır. Düzdür, biz məzmun baxımından şagirdə nəyi öyrənəcək, onu öyrətməliyik. Amma həm də onu həyatla əlaqələndirilməliyik. Praktiklik də məhz budur. Yəni, kurikulum nəzəri baxımdan yanaşı, həm də praktiki olmalıdır. Deyək ki, texnologiya dərsində şagird hər hansı bir mövzunu öyrənəndə onu həyatla əlaqələndirilməlidir. Və deyək ki, bir salatın hazırlanması. Bu salatı həm nəzəri baxımdan öyrənir və onu praktiki şəkildə şagird tətbiq etməyi bacarmalıdır. Deməli, kurikulum həm də praktiki olmalıdır, tək nəzəri cəhətdən yox. Effektiv olmalıdır, davamlı olmalıdır. Davamlı, yəni yenilənən, dəyişən bir proqramdır və keyfiyyət göstəricilərindən biri də onun aktuallığıdır. Deməli, müəllimlər təkrar edirik. Kurikulumun keyfiyyət meyarları hansılar oldu? Onun praktiklik, onun effektivliyi, onun davamlılığı və aktuallığı. Praktikliyi nə oldu? Praktikliyi, yəni şagird öyrəndiyini həyatla əlaqələndirilməlidir. Həyatda onu tətbiq etməyi bacarmalıdır. Effektiv odur ki, yəni yeni təhsil proqramı effektiv olmalıdır. Misal üçün, ənənəvi təhsildən nisbətən niyə biz sovet təhsilindən dərs keçmirik? Ona görə ki, istəyirik effektiv olsun, sonda bir nəticə olsun. Ona görə təhsil effektiv olmalıdır. Və davamlı mən öncə də dedim ki, davamlı yenilənən olmalıdır. Yəni, misal üçün,
üçün biz kurikulumun tərifində də dedik ki, kurikulum konseptual sənəti. Konseptual da sözün mənasını sizə izah elədim ki, yenilənən deməkdir. Deməli, davamlı və yenilənən olmalıdır. Davamlı olmalıdır ki, aktual olsun. Yəni, davamlı yenilənən deyilsə, aktual ola bilməz. Aktuallığı davamlılıqdan irəli gəlir. Və müəllimlər, UNESCO-nun keyfiyyətli kurikulum üçün aşağıdakı hansı meyarları var? İndi gəlin onlara nəzər yetirək. Deməli, kurikulum aydın və məqsədli olmalıdır. Yəni, sən dərsi keçən zaman bilməlisən ki, sonda hansı nəticələri əldə edəcəksən. Və bu şagirdin hansı ki, qarşısına qoyulan bir tələb kimidir ki, misal üçün, kurikulum aydın, məqsədli olmalıdır. Kurikulum bugünün tələblərinə cavab verməlidir. Yəni ki, yeni 21-ci əsr bacarıqlarına, bugünün tələblərinə mütləq şəkildə cavab verməlidir. Kurikulum şagirdin bugünkü, gələcək həyatları, təcrübələri, arzu və istəklərinə uyğun olmalıdır təbii ki. Bəli, deməli burada şagirdin marağı öndə olduğuna görə bu şagird yönümlü hesab olunur və kurikulum yaşadıkları hansı ki ölkənin tarixidir, tarixi mədəniyyətidir nəzərə alınmaqla sosial-iqtisadi baxımdan şagirdlər üçün firavan gələcək həyat qurmaq məqsədinin olmasıdır. Yəni artıq burada şagirdi bir şəxsiyyət yönümlü kimi, şəxsiyyət kimi yetişdirirsiniz və bu da yenə şagirdin şəxsiyyət yönümlülüyünə aid etmək olar ki, bu da kurikulumun keyfiyyət meyarlarından biridir. Və kurikulum təbii ki, ədalətli və inklüziv olmalıdır, şagird yönümlü olmalıdır, açıq və çevik olmalıdır. Yəni ki, dövrün tələblərinə cavab verməlidir, yenilənən olmalıdır. Ona görə deyirik ki, açıq və çevik olmalıdır və kurikulum təbii ki, ardıcıl və əlaqəli olmalıdır. Gəlin baxaq görək, kurikulumun hansı prinsipləri var? Deməli, kurikulumun prinsipləri var. Şagird yönümlülük, kurikulum şagird yönümlü olmalıdır, şəxsiyyət yönümlü olmalıdır, tələb yönümlü olmalıdır, nəticə yönümlü olmalıdır, deməli, şagird yönümlü olmalıdır, şəxsiyyət yönümlü olmalıdır, tələb yönümlü olmalıdır, nəticə yönümlü olmalıdır, integrativlik olmalıdır və sonda qiymətləndirilməsi. Deməli, kurikulumun prinsipləri hansılar oldu? Şagird yönümlülük, şəxsiyyət yönümlülük, tələb yönümlülük, nəticə yönümlülük, integrativlik və qiymətləndirilmə. Gəlin baxaq görək, kurikulum şagird yönümlü olması nə deməkdir? Misal üçün, şagird yönümlü olduqda, yəni şagird yönümlü kurikulum odur ki, şagirdin maraq və tələbatlarının nəzərə alınması. Deməli, şagirdin maraq və tələbatları ön planda olmalıdır. Şəxsiyyət yönümlülükdə artıq burada şagirdi şəxsiyyət kimi yetişdirirsiniz. Yəni şagirddə milli bəşəri dəyərlər formalaşdırılmalıdır. Tələb yönümlülük odur ki, fərdin, cəmiyyətin, dövlətin tələblərinə uyğun olmalıdır. Tələb yönümlülük. Nəticə yönümlülük odur ki, nəticələr əvvəlcədən müəyyən edilir. İntegrativlik həyatla əlaqələndirir. Qiymətləndirmə də dövlət tələbidir ki, şagirdin nailiyyət səviyyəsinə qoyulur. Qiymətləndirmə nə oldu? Şagirdin nailiyyət səviyyəsinə qoyulan bir dövlət tələbidir.
Deməli, müəllimlər, şagird yönümlülük prinsipi dedikdə, biz dedik ki, şagirdin maraq və tələbatı ön planda olmalıdır. Yəni, bu zaman müəllim şagirdin potensialını nəzərə almalıdır. Şagirdin marağına, tələbatlarına uyğun dərs qurmalıdır. Və misal üçün biz ənənəvi təhsildə deyirdik ki, şagird müəllim ön plandaydı, müəllim yönümlü idi. Amma artıq kurikulum sistemində, yeni təhsil sistemində biz deyirik ki, şagird yönümlü olmalıdır. Ənənəvi təhsildə deyirdik ki, müəllim subyektdir, şagird obyektdir, amma yeni təhsil proqramında, kurikulum təhsil proqramında isə deyirik ki, müəllim də subyektdir, şagird də subyektdir. Dərsi qururuqsa, əgər biz iş üsulu seçirik, iş forması seçirik, bu iş formasını, iş üsulunu seçən zaman təbii ki, ön planda şagirdin marağına, tələbatına uyğun olaraq biz orada iş üsulu və iş formalarından istifadə etməliyik. Əgər bir müəllim sinifdə dərs keçən zaman şagirdin maraq və tələbatına uyğun keçmirsə, onun potensial imkanlarını nəzərə almadan yalnız özü danışır, şagird passiv şəkildə dayanıb müəllimi dinləyirsə, deməli müəllim burada şagird yönümlülük prinsipini pozmuş olur. Amma yox, əgər müəllim şagird yönümlülük prinsipini öndə saxlayarsa, bu zaman şagirdin marağına uyğun, onun tələbatlarına, onun potensial imkanlarına uyğun kurikulum sisteminə əsasən sinifdə dərs təşkil edəcəkdir və şagirdin bu zaman ön planı nəzərdə olmalıdır. Əgər biz bir müəllim olaraq sinifə girəndə iş üsulunu, iş formasını seçən zaman şagirdlərinin fikrini ön plana çəkiriksə, deməli biz burada şagird yönümlülük prinsipini qoruyub saxlamış oluruq. Və şəxsiyyət yönümlülüyə gəldikdə isə, misal üçün biz şagirdi şəxsiyyət yönümlü necə yetişdirə bilərik? Təbii ki, biz dərs keçən zaman öz dövlətimiz, misal üçün dövlətimiz, milli bəşəri dəyərlərimiz haqqında şagirdlərə bilik ötürürüksə, deməli biz onu şəxsiyyət yönümlü yetişdirmiş oluruq. Əgər biz şagirdə hər hansı bir tarixi hadisələrlə bağlı məlumatları ötürürüksə, biz onlarda milli bəşəri dəyərləri formalaşdırmış oluruq. Deyək ki, Qarabağ müharibəsi haqqında, misal üçün aprel döyüşləri haqqında, şəhidlərimiz haqqında biz şagirdlərimizə məlumat verdikdə, biz onlarda milli bəşəri dəyərləri formalaşdırmış oluruq. Bəs tələbyönümlülük dedikdə nə başa düşürük? Tələbyönümlülük fərdin, cəmiyyətin, dövlətin dəyişən ehtiyac və tələbatlarının nəzərə alınması adlanır tələbyönümlülük. Biz bilirik ki, dövrün tələbi nədir hal-hazırda? İnformasiya texnologiyalarının bilməsi, misal üçün kompüteri bilməsi. Kim istəməz ki, şagird məktəbə getsin, öz övladı məktəbə getsin, amma kompüteri bilməsin? Təbii ki, bilər. Kim istəməz ki, övladı xarici dildə ünsiyyət qurma bacarığı olsun? Təbii ki, hamı istəyər. Yəni, ingilis dilini bilsin, rus dilini bilsin, digər dilləri bilsin. Yəni, bunu hər kəs istəyər. Bu da dövrün tələblərindən biridir ki, onlar həmin şagirddə formalaşmalıdır. Bəs nəticə yönümlülük dedikdə nə başa düşürük? Nəticə yönümlülük odur ki, müəllimlər, yəni misal üçün biz əgər müəllimlər dərsə giririksə, biz bilirik ki, dərsin sonunda şagird hansı bacarığa, hansı biliyə yiyələnəcəkdir. Bunu əvvəlcədən müəyyən edirik və yaxud da ki, biz il başlayanda plan tuturuq, illi planlaşdırma tuturuq, misal üçün gündəlik yazırıq. Bunlar bizdə nəticə yönümlülük deməkdir. Yəni əvvəlcədən həmin nəticələri müəyyənləşdiririk ki, şagird sonda nə əldə edəcəkdir? Deməli, əldə olunan nailiyyətlər nəticələr formasında əvvəlcədən müəyyən olunursa, bu nəticə yönümlülük prinsipinə aiddir. Deyək ki, biz 6-cı sinif şagirdlərinə 6-cı sinif mövzularını keçən zaman biz əvvəlcədən bilirik ki, bu 6-cı sinifi bitirdikdə şagird sonda hansı bacarıqlara yiyələnəcəkdir? Bunları əvvəlcədən müəyyən edə biliriksə, bu nəticə yönümlülük prinsipinə aiddir. Və gəldik inteqrativlik. İnteqrativlik biz dedik ki, artıq şagird öyrəndiyini, məzmun baxımından öyrəndiyini həyatla əlaqələndirməyi bilməlidir. Deyək ki, biz texnologiya dərsində keçmişik nazik, yumuşaq məftilin düzəldilmə üsulları və bunu şagird nəzəri baxımından öyrənir və onu artıq gedib həyatla əlaqələndirərək onu tətbiq etməyi bacarırsa, burada artıq inteqrativlik olur ki, şagird öyrəndiyini həyatla əlaqələndirir. Bəs qiymətləndirilmə nədir? Qiymətləndirilmə isə şagirdin nailiyyət səviyyəsinə qoyulan bir dövlət tələbidir.
Misal üçün biz deyək ki, şagirdlərin bir sinifdə şagirdlərin hamısı eyni səviyyədə oxumur, eyni səviyyədə qiymətləndirilmir. Misal üçün biz şagirdlərə hansı qiymətləri qoyuruq? 2, 3, 4, 5. Yəni şagirdin nailiyyət səviyyəsinə uyğun onları qiymətləndiririk bir-birlərindən fərqləndirmək üçün ki, hansı şagird hansı səviyyədə bilir. Bəs niyə biz 5, 3, 4 qiymətləri veririk? Çünki bu bizə dövlətin qoyduğu bir tələbdir. Yəni dövlətin verdiyi qiymətləndirmədir. Şagirdləri qiymətləndirdikdə isə qiymətləndirmə səviyyələrinə əsasən qiymətləndirilməlidir və 20%, 30%, 30%, 20% bu səviyyələrə əsasən şagirdlər qiymətləndirilməlidir. Əgər şagird 30 bal arasında yığıbsa, bu zaman neçə qiymət alacaq? 30, 60 yığıbsa neçə? 60, 80 yığıbsa neçə? 80, 100 arası yığıbsa neçə qiymət alacaq? Gəlin onlara baxaq. Və biz dedik ki, şagirdləri necə qiymətləndiririk? Əgər 0-30 bal arası yığıbsa 2, 30-60 bal arası yığıbsa 3, 60-80 bal arası yığıbsa 4, 80-100 bal arası yığıbsa biz onlara 5 qiyməti verməliyik.